Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi RTV kanalında. Əziz izləyicilər, bugün biz bax belə gözəl kompotların həm görünüşü gözəl, həm də dadı çox gözəl alçaq kompotu hazırlayacağıq. Deməli əziz izləyicilər, bunun üçün bizə nələr lazımdır? Alçalar əziz izləyicilər bərk olmalı deyil. Yəni turşuluq alınca olmalı deyil. Alça dəyəndə, yəni yumşalanda bu alçamız artıq yumşalır. Şəkər tozu, belə deyək də pesox, bir də rəh lazım olacaq. Təbii ki də şəkər tozunu bax belə bir qabda biz ölçək. Yəni bir belə aroma butulkasına bir armudu stakanı şəkər gedəcəkdir. İlk öncə başlayırıq aroma butulkamıza alçalarımızı əlavə etməyə. Gedənə kimi çox da eləmək lazım deyil. Hardasa belə deyək, yumşaqlarını seçib etmək lazımdır. Baxın, bu qədər oldu, kifayət edir. Yəni yumşaqlarını. Bunları da qoyağım. Bax belə. Gördünüz əziz izləyicilər. İndi bir armudu stakanı bunu qoyağım ki, bundan daha yaxşı töküləcəkdir. Və bir armudu stakanı şəkər. Bax bu qədər şəkər əlavə edəcəyik. Və bir əcə də rəng, yəni rəngi yaxşı alınsın deyə əziz izləyicilər, bax bu rəngdən bir damcı belə tökəcəyik. Bax belə rəng, yaşıl rəngdir. İndi digər meyvəlilər, çiyələk, nə bilim, zoğal və digər meyvəlilər isə onlara uyğun qırmızı, sarı tökə bilərsiniz rənglərdən. Çünki həm gözəllik verir, həm də qəşəng görsənir süfrədə. Və götürürük qaynadılmış suyu üzərinə tökürük. Bismillah. Baxın, beləcə tökürük. Düz ağzına kimi tökəcəyik. Gördünüz necə gözəl rəng gəldi. Və ağzını belə kırçıqayla bağlayırıq. Artıq hazırdır. Demək olar ki, götürürük. Belə bir istidi biraz. Və o yüzden bu yüzden eləyirik ki, şəkəri şey olsun, ərisin. Belə bura dolubdur. Belə. Şəkərini əridirik. Baxın əziz izləyicilər, şəkərini də əridəndən sonra artıq belə gözəl kompotumuz çıxdı. Bu kompotu deməli əziz izləyicilər, onu qeyd edim ki, bir gündə bir belə deyək, məhraviyazada büküb bir dəstə beləcənə bir gün saxlayırıq və bir gündən sonra artıq hazırdır. Təbii ki də soyuq yerdə, yəni padvalda və yaxud sərin bir yerdə qoyuruq və qışa qalır. Qışda isə bax süfrələrinizə belə qoya bilərsiniz. Görün necə gözəl alındı. Baxın, görün kompotlarımız necə gözəl alındı. Beləcə hazırlayın və süfrənizə qoyun, nuş edin. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanallarımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.